Salam, mən İnnovativ Təhsil Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Xəlova. Bugün sizinlə 23 noyabrda keçirilən sınaq imtahanının izahlarına baxacağıq. 11-ci sinifin sınaq imtahanına başlayırıq. Vaxt itirmədən birinci suala başlayaq. Hansı cümlədə frazeoloji birləşmənin işləndiyini əminliklə demək olmur? Əminliklə demək olmur odur ki, sual iki cür başa düşülür. Yəni cümlə iki cür başa düşülür. Dan yeri söküləndə, baxaq, dan yeri söküləndə biz bunu iki cür başa düşə bilmərik. Orxan nəticəsini görəndə muma döndü. Bunu da iki cür başa düşə bilmərik. Vəliyev Vahidi direktorun yanında tamam gözdən salmışdı. Gözdən salmağı biz ikinci bir variantda düşünə bilirikmi? Xeyr, düşünə bilmirik. Anası əsəbləşib uşağın ipini yığdı. İpini yığmaq bilirsiniz ki, bir davranışla bağlıdır. Bir də nəyinsə ipini, uşağın oynatdığı bir ip ola bilər ki, götürüb onu yığa bilər. Həqqi mənada da işlənə bilər. Frazeoloji birləşmə kimi, yəni uşağı danladı mənasında da işlədə bilərik. Demək, cavabımız D bəndi. İkinci suala baxaq. Hansı sözün leksik mənası düzgün izah olunmayıb? Abajur, gözü işıqdan qorumaq üçün olan örtük doğrudur. Afişa, bilirik afişa nədir? Tamaşa, konsert haqqında divara vurulan elan. Cünk, savaş zamanı birinin digərinə meydan oxuması. Cəng və cünk sözlərini qarışdırmayaq. Cünk nədir? Şairlərin toplusu divanı əl yazmalarından ibarət olan bir topludur. Ona görə də C bəndinin izahı düzgün olunmamışdır. Baxaq növbəti suala. Hansı cümlədə bu əvəzi mübtəda vəzifəsindədir? Baxın, mübtəda vəzifəsindədir. Həmişə şərtə diqqət edin, bəzən iki şərt verilir və vergül qoyulmamalıdır. Bu, keşməkeşli həyatı yaşamaq hər igidin işi deyil. Baxın, burada vergül qoyulmamalıdır, lakin cümlədə bu təyin vəzifəsində olduğuna görə bəzən ikinci şərtə baxmır abituriyentlər, ona görə də səhv variant seçirlər. Ona görə də burada vergül qoyulmamalıdır, lakin A variantında bu təyin vəzifəsindədir. Hansı suala cavab verib? Bu, indiyə kimi gördüyüm ən gözəl sənət əsəridir. Bəli, mübtəda vəzifəsindədir. Özündən sonra da bir problem görmürük. İndiyə kimi gördüyüm. Yəni, feil sifət tərkibidir. Biz dedik ki, feili sifəti feildən istisna olaraq ayırırıq. Bu, yəqin ki, özündən sonra, baxın, modal söz gəldiyi üçün mütləq şəkildə vergüldən istifadə baxaq edirik. Bu, hər kəsə tövsiyə etdiyim iş usuludur. Hər kəs nədir? Qeyri-müəyyən əvəzlik. Biz dedik ki, o bu əvəzliyinin özündən sonra əvəzlik işlənərsə, vergüldən istifadə etmək olmaz. Cavabımız D bəndi. Baxaq növbəti suala. Düzəltmə zərf işlənmiş cümləni müəyyən edin. Məktəbimizdə xalq yazısı ilə yenidən görüş keçirildi. A bəndindən biz yeni, dən, ucadan, bəkdən, damdən şəkilçisi vasitəsilə yenidən düzəltmə zərfi yaranmışdır. Cavabımız A bəndi. Sözlərin düzgün yazılışını bərpa edin. Bunun ötürü biz mütləq şəkildə orfoqrafiya lüğətlərlə tanış olmalıyıq. Bəli, bilirəm çətindir, əzbərçilik tələb edir. Lakin bunun başqa bir variantı yoxdur. Kimono şəklində olacaqdır. Laure ad şəklində, oratoriya nədir? Musiqi əsəridir. Oratoriya, bir də vegetasiya olacaqdır. Cavabımız A bəndi. Dediyim kimi, fonetikada orfoqrafiya, orfoepiya bəzən əzbərçilik tələb edir. Baxaq, növbəti suala. Hansı cümlədə təsirlik halda isim işlənməmişdir? Mən təzə bənövşələrdən bir dəstəni bağladım. Bir dəstəni bağladım. Baxaq. Baxın, bir dəstəni. Qeyri-müəyyən təsirlik hal. Nəyi bağladım? Böyük bir sevinçlə anam üçün hədiyyəni, yenə cümlədə tamamlıqdır. Nəyi apardım? Hədiyyəni apardım. Qeyri-müəyyən təsirlik hal. Rəşid yol üçün çörək, yağ və pendir götürdü. Çörəyi, yağı, pendiri hamısı təsirlik haldadır. Sevda çoxlu çiçəkləri topladı. 4 variantın 4-ündə də qeyri-müəyyən təsirlik hal işlənmişdir. Kürəyinə bərk bir şeyin toxunduğunu hiss etdi. Burada artıq təsirlik halda söz görmürük. Bəzən qeyri-müəyyən təsirlik hala bağlı şagirdlər çətinlik çəkirlər. Baxın, onu, bunu sözünü yerinə qoyaraq rahat işlədə bilərsiniz. Onu bağladım, bunu bağladım. Hədiyyə aldım, bunu aldım deyə bilirikmi? Əgər yerinə onu, bunu qəliblərini istifadə edə biliriksə, deməli o söz adlıq halda yox, təsirlik halda işlənmişdir. Baxaq növbəti 37-ci suala.
bütün sifətlər dərəcələr üzrə dəyişə bilmir. Bilirik ki, bütün sifətlər dərəcələr üzrə dəyişə bilmir. Dakıdakı şəkilçisindən düzələn, IV şəkilçisindən düzələn sifətlərin əksəriyyəti hansı sualına cavab verən sifətlərə dərəcə üzrə dəyişə bilmir. Doğrudur, qarşısından yanlış yazılıb. Sifət bütün cümlə üzvləri vəzifəsində çıxış edə bilir. Bəli, sifət cümlədə əsasən təyin olur. Xəbər şəkilçisi, məsələn, gözəldir, qəşəngdir, qəbul edib cümlədə xəbər olur. İsimləşərkən mübtəda və tamamlıq vəzifəsində çıxış edir. Deməli, bu da doğrudur, qarşısından yanlış qoyublar. Bütün nitq hissələrindən sifət yarana bilər. Deməli, bütün nitq hissələrindən bir sifət yarana bilər. Doğrudurmu? Gəlin baxaq. Bütün nitq hissələrindən sifət düzəldə bilərikmi? Bütün nitq hissələrinə sifət düzəltmək mümkün deyil. Sifətdən bütün deməli, əsas nitq hissələrini yaratmaq mümkündür. Sifətdən bəli, istənilən nitq hissəsini yarada bilərik, lakin bunun qarşısına yanlış qoyublar, ona görə cavabımız D. Şirin-şirin, uzun-uzun sifətlərindən sonra gələn isimlər cəmdə işlənməlidir. Doğrudur, burada isə yanlış qoyublar. Məsələn, şirin-şirin meyvələr, kiçik-kiçik uşaqlar, eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sifətlərdən sonra gələn isimlər cəmdə işlənməlidir. Baxaq 38-ci suala. Feildən düzələn isimləri müəyyən edin. Naxış sözün köküdür. Bax feilindən baxış əmələ gəlib. Yamamaq feilindən yamaq əmələ gəlib. Sonra qırıq isim, burada bilək sözün köküdür. Düymə sözü bəzən sizə qəribə gəlsə də düy sözündən əmələ gəlir. Sızmaqdan sızıntı əmələ gəlir. Qırıq isə sifət olduğu üçün götürmədik. 2, 3, 6 və 7 doğru cavabımız. 39-cu sualımıza baxırıq. Verilmiş nümunə ilə bağlı uyğun fikirləri müəyyən edin. Qaytarsan o sözləri sözsüz bir lal olarsan, qaytarsan o yerişi yerindəcə qalarsan. Qalarsan, bizimlə gəlmək istəyirsə gəlsin. Gəlin, baxaq, doğru fikirləri istəyir. Nümunə ilə bağlı doğru fikirdir. Fərqləndirilmiş feil isə hissəsinə işləmişdir, düzəltmə feildir. Qalmaq sözün kökü, burada qrammatik şəkilsi olduğu üçün düzəltmə feil deyil. Nümunədə modal söz yoxdur. Baxırıq ki, nümunədə modal söz yoxdur. Şəxs əvəzliyi işlənmişdir. Gəlin, baxaq, şəxs əvəzliyi yox, o yerişi, o sözləri. İşarə əvəzliyi işlənmişdir, ona görə 3 səhvdir. Fərqləndirilmiş feil şərt şəkilçisi qəbul edib. Baxaq, şərt şəkilçisi qəbul edib. Şəxs şərt şəkilçisi yox isə hissəciyi qəbul edib. Səhv olduğu üçün yanlışın altından da yanlışı seçirik. Yiyəlik al şəkilçisi qəbul edib əvəzlik bizim var. Nümunədəki bütün sözlərin yazışı və tələffüzü fərqlənir. Bizimlə gəlmək istəyirsə gəlsin. Gəlsin sözünün bir fərqlik yaratmadığı üçün altını da səhv olaraq seçirik. Cavabımız oldu 2, 4, 6. Gəlin baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Fərqlənir, fərqlənmir. Gəlin baxaq. Onlarla sayın. Baxın. Onlarla 7-ci, baxın 7-ci, burada indi orfoqrafik səhv gedib, buna diqqət eləməyək. 7-ci sözündə bir şey fərqlənirmi? Fərqlənmir. Biz görürük ki, burada fərqlənir heç nə yoxdur. Onlarla, yüzlərlə fərqlənmir deyir. Baxaq, hansı fərqlənmir? Hansı fərqlənmir? 55. Onlarla 15-ci şəklində dediyimizə görə cavabımız olacaq A bəndə. Gəlin baxaq mətnlərə. Vaxt itirmədən. Əbədi nədir? Mətni oxuyub vaxt itirmək istəmirəm. Burada ibrətamiz bir mətndir. Baxaq, birbaşa suallara keçid alaq. Mətnlə bağlı səhv fikri müəyyən edin. Dövlətli kasıbın problemlərinə laqeyd yanaşır. Bəli, laqeyd yanaşır. Özümüzdə görürük. Müdrik adam dövlətini müalicə etməyə nail olur. Mətnin sonlarında da görürük ki, dövlətli adamın müalicəsi, yəni qocalı olduğu üçün onu müalicə etməyə nail olurlar. Səhv cavabımız, yəni doğru olaraq B bəndi. Mətndə tutqarı hərflərlə verilmiş sözə əsasən doğru izahı müəyyən edin. Sözün kontekstə görə mənası, kontekstdəki mənasına uyğun nümunə. Tutqarı hərflə verilmiş xəstəliyi ağırdır. Deməli, xəstəlik ağırdır. Burada da görək ağır mənası necə işlənəcəkdir? Çox ciddi xəstəxanaya 3 nəfər yaralı gətirmişdilər. Ağır dövrlər arxada qalıb, cinayət, ağır məsuliyyət, ağır yük, ağır yol. Deməli, burada xəstəliyi çox ciddidir mənasında işlənmişdir. Ona görə də cavabımız olacaq A bəndi.
Baxaq növbəti suala. 43-cü sual. Mətn məzmununa səsləşən fikirləri müəyyən edin. Xudbin adamlar başqasının dərdini anlaya bilməzlər. Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzdən olur. Bədbəxtliyin çoxu. Aclıq, yəni bununla məntiqsizdir. Aclıq ən ağıllı balıqları belə qarmağa gətirir. Mətndə belə bir ifadə, belə bir fikir yoxdur. İnsanın təriflənsi bir şey olmayanda öz bədbəxtliyi ilə övünməyə başlayır. Burada mətndə belə bir şeylə qarşılaşmırıq. Doğru olanı görmək və doğru olanı etmək həm müdriklik, həm də cəsarətdir. Biz orada müdrik adamın hərəkətini bu fikrə uyğunlaşdıra bilərik. Demək, 1 və 5 cavabımız olacaq B bəndi. Baxaq 44-cü suala. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Müdrik adam dövlətli xəstəlik səbəbini nədə görür? Dövlətin xəstəlik səbəbini nədə görür? Deyir, 80-dəndir. Yaşın 80-dir. Ona görə də səbəbi budur. Nə üçün həkim daha əvvəl danışdığı müdrik adam olduğunu anlamır? Nə dedik? Dedik ki, müdrik adam qiyafəsini də dəyişir. Ona görə də onu tanımır. Xidmətçi kişinin dərdi nə idi? Ac idi, pulsuz idi, pis davranırdılar ona. Müdrik adam nə üçün dövlətin aldığı qızılar? Ona görə ki, çünki onun haqqı deyildi, xidmətçinin haqqı idi, xidmətçini işlədib, pulunu verməmişdi. O da ədaləti bərpa edirdi. Müdrik adam biləcək həkim olduğunu şəhərə necə yayır? Burada belə bir suala cavab yoxdur. Gəlin baxaq, şəhərə söz yayıldı ki, yəni necə yayıldığını artıq bilmirik. Gəlin baxaq 45-ci suala. Mətnin tərkib hissələrini genişləndirə bilən cümlələrə əsasən uyğunluğu müəyyən edin. Giriş, əsas, nəticə. Giriş hissədə deyəndə biz nəyə baxmalıyıq? Orada aciz vəziyyətdə duran adamın halına baxmalıyıq ki, giriş hissəni ona götürək. Deməli, bir kişi ilə rastlaşır, kişinin halını orada götürə bilərik. Eləmi? Gəlin baxaq görək, xidmətçinin olduğu variantlar hardadır? Demək, müdrik adam kişinin halını acıyır. Bəli, xidmətçi ilə orada rastlaşır. Necə idi müdrik adamın halı giriş hissədə? Rəngi saralıb, gözləri çuxura düşmüşdü. Bəli, xidmətçinin acınacaqlı halı hardaydı? Giriş hissədə. Deməli, giriş hissəyə qoyuruq A, baxaq. Buyruq xidmətçi ilə bağlı işlər. Baxın, A və Y bəndini. Sonra əsas hissə. Əsas hissədə nə olur? Əsas hissədə dərs verməyə çalışır. Paltarını dəyişir müdrik adam. Artıq şəhərə xəstəlikləri müalicə etməsi haqqında fikir yayır. Harada görürük bunu? Gəlin baxaq. Bu görkəmdə onu kimsənin, bəli, bu görkəmdə onu kimsənin tanımayacağı. Bu hardadır bu? Əsas hissədə. B bəndi qoyuruq. Bir də buna həkim nə eləsin? Baxın, gəlib orada dövlətli adamla danışır, deyir yaşın 80-dir. Buna həkim nə eləsin? Olacaq C. Nəticə hissəmizə gəlin baxaq, sevinərək müdrik adama artıq o qızılları alıb xidmətçiyə verdikdən sonra ona təşəkkür edir. Ona görə də nəticə hissədə olacaq D bəndi A, Y, B cavabımız olacaq A. 46. Dövlətlinin xüsusiyyətləri, bir də əsaslandırmaq. Dövlətli adam haqqında biz hansı xüsusiyyətləri, biz onda mənfi xüsusiyyətlər nə gördük onda? Xudbinlik gördük, yəni egoistlik gördük, yəni ədalətsizlik gördük, qəddarlıq gördük. Onu necə əsaslandıra bilərik? Xudbinlik. Baxın, onun xidmətçi ilə olan davranışlarından, yəni xidmətçini o vəziyyətdə çöldə qoymağı, simislik gördük, işlədi pul verməməyi, qəddarlığı, onun o halda acınacaqlı vəziyyətdə olmasına rəğmən deyir, kasıbçılıqdan da onun bütün dərdi. Yəni bir tək özünü düşündüyü üçün bunu biz əsaslandırıb həmin bir cümlə ilə yaza bilərik. Baxaq 47-ci suala. Mətndə çərçivədə verilmiş hissəyə əsasən cədvəli doldurun. Baxaq. Hissədə özünü göstərən üslubu xüsusiyyətləri, fərqli üslubu xüsusiyyətləri yazın, bir də əsaslandırın. Gəlin baxaq. Amansız xəstələrin diz çöktüyü. Biz burada məcazi mənalı ifadələr görürük. Bilirik ki, mətn burada bədii üslubdadır. Amansız xəstəliklərin diz çöktürən, xəstəliklərin diz çöktürdüyü. Xəstəlik nəsə diz çöktürə bilməz. Canlıya aid olan bir şey cansıza köçürülür. Köçürmə olduğu üçün biz burada metafor görürük. Müalicə etməyi bacaran, daha çox başqa məcazi mənalı ifadələr görək nə var? Can sağlığının qeydinə qalan, dünya durduqca yaşamaq istəyəm. Biz burada bir mübaliğə görürükmü? Bəli. Deməli, burada bir metafor, burada da bir mübaliğə
Digər məcazi mənalarda seçib yaza bilərik. Əsaslandırma. Həmin cümlə. Metafor hansı idi? Xəstəliklərin diz çökdürdüyü əsaslandırma hissəsini yazır. Burada isə dünya durduqca yaşamaq istəyən. Bu da mübaliğəmizin əsaslandırması. Baxaq növbəti 48-ci suala. Mətndə əvvəlinə işarə qoyulmuş sözlərə əsasən cədvəli doldurun. Mətndə işlətdiyi funksiya, yəni həqiqi və məcazi mənada işlənməsi mətndəkindən fərqli funksiyada cümlə daxilində işlədin. Gəlin baxaq. Qoca dövlətli. Qoca dövlətli ola bilər. Deməli, burada həqiqi mənada, yəni informativ funksiyada işlənib. Həqiqi mənada onun mətndən fərqli necə işlədə bilərik? Qoca dünya işlədə bilərikmi? Bəli. Baxaq. Qızıl verməlisən. Qızıl da burada həqiqi mənadadır. Yenə informativ yazırıq. Mətndən fərqli qızıl payız yaza bilərik. Onun qızıl ürəyi var yaza bilərik. Sonra sümüklərim sızıldayır. Sümüklərin sızıldamasında yazırıq informativ. Qəlbim sızıldayır desək, artıq burada da mətndəkindən fərqli mənada işlədib yazmış olaraq. Nöqtələrin yerinə kontekstə uyğun gələn ifadəni yazaraq cümləni tamamlayın. Gəlin qaydaq nöqtələrin yerinə. Deməli, bu kişinin səndən bir fərqi var. Yəni, kasıbçılığın çarəsi var. Yəni, dövlətlinin əlində ola kasıba burada kömək eləmir. Kasıbçılığın çarəsi var. Ona ibrət dərsi verir. Ancaq sənin qocalığından can qurtarmaq mümkün deyil. Kasıbçılığın çarəsi var, amma qocaqdan can qurtarmaq mümkün deyil. Şəklində tamamlaya bilərik. Mətn əsasən cədvəl tanımlayan obraz nəyi problem hesab edir? Problemi necə həll etmək niyyətindədir? Nəyə problem hesab edir? Gəlin baxaq. Deməli, dövlətlini götürə bilərik. Dövlətli öz mədəsini, sümüklərini, qısacası yaşlılığını problem hesab edir. Problemi necə həll etmək niyyətindədir? Həkim axtarıb həkimin yanına getməklə. Digər bir obraz. Müdrik adamı götürə bilərik. Nəyə problem hesab edir? Xidmətçinin düşdüyü vəziyyəti. Problemi necə həll etmək niyyətindədir? Qiyafəsini dəyişib həkim qiyafəsini girərək, yəni dövlətli adama dərs verərək bu problemi həll etmək niyyətindədir. Gəlin baxaq növbəti mətnimizə. Dünyanın ən gözəl Carmeni. Mətnin birinci sualından vaxt itirmədən başlayaq. Mətnlə hər biriniz yəqin ki, tanışsınız. Mətnə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Fatmanın sənət yolu iki ölkə ilə bağlı olub. Bu tipli mətnlərdə publisistik mətn olduğu üçün biraz qəliz gəlir, amma cavab birbaşa məntiqlə deyil, mətnin içində olur. Bundan əvvəlki nəqli mətndə, yəni biz onu öz məntiqimizlə düşünüb tapırıq. Amma bu tipli mətnlərdə birbaşa mətnin içində olur. Baxın, harada yaşayırdı Fatma? Rusiyada. Özünüz gördünüz ki, orada kiçə sənəti ilə başlayır. Sonra Bakıya dəvət olunub, 25 ildə sənətlə məşğul olub. Demək, iki ölkədir. Doğrudur. 1. Doğru cavabdır. Ailəsinin Fatmanı incitməyin əsas səbəbi kasıblıq idi. Biz bunu götürə bilmərik. Xeyr, ailəsi ümumiyyətlə onunla pis davranırdı. Əsas da ögey atası. Yanlış. Atası, anası Fatmanın sənət uğurlarında böyük rol oynayıb. Əksinə, sənət uğurlarında böyük rol oynamayıb. Onunla çox pis davranırdılar. Yanlışın altından yanlışı seçməliyik. Ona görə 3-ü götürürük. Peşəkar opera müğənnisi olmuşdur. Yanlışın altından yanlışı seçməliyik. Ona görə doğrunu götürmürük. Ehtimal. Fatma sənətə dəyər verən insanlarla qarşılaşır. Bu bir ehtimal deyil. Özünüz görürsünüz, Fatmanın müəllimi, İran səfiri sənətə dəyər verən insanlar olduğu üçün qıza çox böyük dəstək olurlar. Bu ehtimal deyil, doğrudur. Mətnin içərisində verilən fikir ehtimalda yazıla bilməz. Fatmanın yeganə müəllimi Medvedev olmuşdur. Biz bilmirik Fatmanın yeganə müəllimi. O ola da bilər, olmaya da. Ehtimal yerinə elə fikir seçməliyik ki, qətiyyən nə yanlış olmasın, nə də doğru fikir olmasın. Yalnız ola da bilər, olmaya da fikri ilə uyğunlaşsın. Demək, cavabımız 1, 3, 6. Boş çərçivənin yerinə hansı nümunə artırsa, cümlələr arasında əlaqə pozulmaz. Boş sətr. Baxaq. Fatman burada yəni halının pis olduğu, isti-soyuq demədən davamlı oxuyur, səsi də ona görə xırıldayır, narahat olur. Fatmanın şəxsi keyfiyyətlə bağlı burada heç bir şey verilməyib. Sadəcə onun düşdüyü ağır durumdan verilib. Ondan bir şey çıxmayacağını düşünürlər. Amma sonra nə olur? Medvedev gəlib Fatmaya yardım edir.
Aid olduğu üsluba xas olaraq mətndə. Bildiyimiz kimi mətnimiz publisistik üslubdadır. Aydınlıq, anlaşılıq, hamı tərəfindən anlaşılma, kütləvilik, müxtəlif mövqe və maraqları əks etdirmə. Gəlin baxaq görək. Əksər sözlər terminoloji funksiyadır. Terminoloji funksiya bilirik ki, elmi üslubun xüsusiyyətidir. Götürə bilmərik. Hər kəs tərəfindən anlaşılan ifadələr. Bəli. Standart forma. Standart forma harada istifadə olunurdu? Rəsmi, işgüzar üslubda. Fikirlər kütləvi. Bəli. Dedik ki, kütləvi olmalıdır. Şərh etmə bədii üslubdadır. Konkret elmi üslubdadır. Cavabımız olacaq 2 və 4. Baxaq 54-cü suala. Tünd qara hərflə verilmiş sözlər. Həmin sözün mətndəki mənada işlədildiyi başqa cümlə. Baxın, mətndəki mənada deyir. Sırf mətndəki mənada işlədilsin. Gəlin baxaq, burada əks demir. Tünd qara hərflə verilmiş sözlərə baxaq, pul qazansın, böyük çıxaraq həyatı ömrünü. Gəlin baxaq, çıxmaq. Çıxmağa gəlin baxaq, təqaüdə çıxmaq. Məcazi mənada işlənib, pambıq yenidən çıxmışdı. Mətndəkindən cücərmişdi mənası. Fərqli mənada işlədib. Bizdə nə deyir? Mətndəki, sırf mətndəki mənasında işlədilsin. Gəlin baxaq növbətiyə. Ömür. Ana ömrünü övladına həsr etmişdi. Baxaq, ömrünün sonlarına. Bəli, burada ömürdən söhbət gedir. Ona görə də olacaq. Ömür doğru variantdır. Həyat. Həyata baxaq. Səhnə həyatı. Həyat nə qədər? Burada səhnə həyatı məcazi mənada olduğu üçün götürə bilmərik. Məhsul bol olmadığı üçün tacirlər yaxşı qazanırdılar. Qazanmağa baxaq. Pul qazanmaq. Burada da qazanmaq. Doğrudur. Böyük. Böyük yaradıcılıq cəsarəti, böyük meydan. Burada həqiqi, burada isə məcazi mənada verdiyi üçün götürə bilmərik. Cavabımız olacaq 2, 4. Növbəti suala gəlin baxaq. Altından xətt çəkim sözünün kontekstə görə mənasını müəyyən edin. Baxaq. Altından xətt çəkimiz söz sürgün etmək. Sürgün etmək nədir? Öz yaşadığı yerdən başqa bir yerə, amma cəza məqsədi ilə göndərmək. Baş köçmək deyil. Mühacirətdir o, cəza çəkmək üçün yaşadığı yerdən başqa bir yerə göndərmək. Cavabımız Y və D. Gəlin baxaq müddəaya. Mətnə əsasən cədvəli tamamlayın. Müddəyanı təsdiq edən faktlar. Birinci, bu şəkildə cavabı oxuyaq. Saratovskiyə Vedomosti qəzetinin redaktoru Arxangelskinin köməyi ilə konservatoriyada təşkil olunan konsertdən yığılan pul Fatmanın təhsil almağına sərf olunur. Baxaq görək. Baxın, niyə Fatmanın təhsil almağına sərf olunur? Baxın, müddəya gətirilməlidir. Digər tərəfdən ata-anası onunla pis rəftar eləyir. Baxın, onun nəticəsində də nə olur? Fatmaya yardım eləyirlər. Baxın, bir burada yardım görürük, bir də Medvedev tərəfindən. İkinci yardımı nə də görə bilərik? İran səfirini qoya bilərik oraya. İkinci bir müddəyanın cavabı kimi İran səfiri neyinir? Konsertə buraxmır onun valideynlərini. Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəli doldurun. Gəlin baxaq üzərində rəqəm yazılmış sözlərə. Temperament, bir də niskil sözləri. Temperament nədir? İnsanın xarakteri, xasiyyəti. Həmin qarşılığı. Burada qarşılıq nə işlədə bilərik? Onun, necə deyim, gözəl xarakteri vardır. O gözəl temperamentə, sakit temperamentə, xasiyyətə malik bir insan idi. Niskil də kədərdir. Vətəndən uzun müddət ayrı düşdüyü üçün qəlbi niskillə dolu idi. Yəni kədərli idi. Baxaq 58-ci suala. Fatma Muxtarın xarakteri cəhətləri. Xarakteri cəhətləri birinci əzmkar olduğu, zəhmətkeş olduğu, nə qədər çətinliklərlə rastlaşsa da görür ki, həvəsdən düşmür, mübariz olduğu, qürurlu olduğu. Baxın, burada çətinliklərini əsasən həvəsdən düşmür, yaza bilərik zəhmətkeş olduğuna, qürurlu olduğu, uşaq vaxtını diləndirməyə göndərirlər. 7 yaşında kiçik uşaq olsa da o qürurundan dilənmək istəmir. Fikrini əsaslandıra bilərik. 59-cu suala keçərək, hansı hikmətli kəlam ilə mətnin məzmununu əlaqələndirmək olar? Seçimimizi əsaslandıraq. Səy göstərən adi adam, səy göstərməyə istedadlı adamdan daha çox şeyə nail ola bilir. Bəli, bu variantı biz seçə bilərik. Niyə? Necə əsaslandırarıq? Fatmanın göstərdiyi səy əsasında. Nə qədər çətinlik çəksə də, nə qədər ağır günlər keçirsə də, ailəsindən, yaşadığı şəraitdən o yenə də deməli, səy göstərməkdən, zəhmət çəkməkdən boyun qaçırmır. Ona görə də axırda uğura nail olur. Uğur ciddi əmək hesabına əldə edilir. Bəli, deyə bilərsiniz ki, bu fikir də yanlış deyil.
Amma Fatmaya orada dəstək də olunur, əmək də olunur. Yəni burada sırf bundan getmir məsələ. Bəzən deməli, faktların içində doğru fakt verirlər, amma mətnlə əlaqələnmir. Mətnlə tam əlaqələnən fikir. Asanlıqla başa gələn şey yüksək qiymətlənir. Bəzən asanlıqla da nəyəsə əldə etmək olar. Yəni bunun mətnlə bir əlaqəsi yoxdur. Keçək 60-a. Mətnə əsasən verilmiş hökmə əsaslandıran fakt. Fatmanın ailəsinin onun mükəmməl təhsil almasına qarşı olub. Birinci fakt, ikinci fakt. Faktlarımız burada göz önündədir. Baxaq. Baxın burada Arxangelskin kömək etməyi, İrana sürgün. Birincidən görürük ki, uşaqlıq yaşlarında nə yaşadırlar. İrana, baxın, konservatoriya təhsili üçün tədbir görülür və valideynlərini hədələyir. Deyilənlərə qulaq asmasalar, onları İranı sürgün edəcək. Həmin bu fikri İran səfirinin onları İrana sürgün etmək istəyi, üstəgəl onlara pul da verir. Hətta pulu övladlarını burada düşünmürlər. Onlardan pul da götürür ki, onları sakitləşdirə bilsin. Bu faktları ora yaza bilərik. Bu da bizim 60-cı sonuncu sualımızdır. İnşallah ki, bütün suallar aydın oldu, bütün səhvlərinizdən nəticə çıxara bildiniz.